Hər vaxtınız xeyir olsun əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün mən sizlərə din 5-ci sinif test vəsaitindən ana təbiət bölməsinin B variantında istifadə olunan sualların düzgün izahını verəcəm. Birinci sual. Ahəng qanunu sözlərin birində həm kökdə, həm də köklə şəkilçi arasında pozulmuşdur. Baxın, həm kökdə, həm də köklə şəkilçi arasında. Qabiliyyət sözündə sözün kökü qabil, qabildən qabiliyyət əmələ gəlir. Kökdə pozulubdur. Kökdə pozulubdur. Amma köklə şəkilçi arasında pozulmayıb. Köklə şəkilçi arasında pozulma nə deməkdir? Baxın, sözün, yəni kökün son saiti incədirsə, artırılan şəkilçi qalın saitdə olsaydı orada pozulardı. Demək, burada pozulmayıb. Kələkbaz. Kələkbaz sözündə sözün kökü kələk, baz şəkilçidir. Kökdə pozulmayıb, köklə şəkilçi arasında pozulub. Bizə hər ikisi lazımdır. Ona görə də B-yi də götürmürük. Bərabərlik. Sözün kökü bərabərlik leksik şəkilçi. Burada sözün kökündə pozulubdur. Şəkilçidə pozulmayıbdır. Daha sonra kitabxana. Kitabxana sözündə sözün kökü kitab, xana leksik şəkilçi. Sözün kökündə pozulubdur, amma köklə şəkilçi arasında pozulmayıb. Ona görə D-ni də götürmürük. Laləzar. Sözün kökü lalə, zar da leksik şəkilçi. Sözün kökündə pozulubdur. Kökdə həm A, həm Ə var. Yəni həm qalın, həm incə var. Və köklə şəkilçi arasında da pozulubdur. Çünki kök incə saitdən bitir, artırılan şəkilçinin ilk saiti isə qalındır. Ona görə də cavabımız olmalıdır Y variantı. İkinci sual. Sözlərdən birinin leksik mənası yoxdur. Leksik mənası yoxdur. O deməkdir ki, köməkçi nitq hissəsi. Burada verilən sözlərdən bəlkə köməkçi nitq hissəsidir. Yerdə qalanlar əsas nitq hissəsidir. Üçüncü sual. Quruluşca sadə sözləri hansılardır? Sadə sözlər. Dağlıq. Dağdan dağlıq əmələ gəlir. Düzəltmədir. Amma dağıntı sadə sözdür. Dağdan dağıntı əmələ gələ bilməz. 2 götürürük. Özdən özəl əmələ gələ bilər. Boyadan boyaq əmələ gələ bilər. Gözəl, yeni sadə sözdür. Cavabımız olmalıdır 2 və 5 Y variantı. Dördüncü sual. Düzəltmə sözlər cərgəsini göstərin. Bəzədən bəzək əmələ gəlir, belədən də bələk əmələ gəlir. Cavabımız A variantıdır. Qaçdan qaçış əmələ gəlir, barış əmə sadədir. Tanıdan tanış əmələ gəlir, çardaq sadədir. Cövhər sadə, bitdən bitkin əmələ gəlir. Böldən bölgü, böhtan sadə. Cavabımız A variantıdır. 5-ci sual. Quruluşca mürəkkəb sözlərdir. Qaça-qaç mürəkkəbdir. Arada aha bitişdiricisindən istifadə olunma yolundan yaranıbdır. Bərbər sadədir. Axşamüstü 2 sözün birləşməsidir, mürəkkəbdir. Boş qap mürəkkəbdir. Bambaşqa sadədir. 1, 3, 4. Cavabımız B variantıdır. 6. Sözlərdən birinin leksik mənası yanlışdır. Ecazkar, insanı heyrətə salan. Doğrudur. Giləygüzar, narazılıq, şikayət. Doğrudur. Humanizm, insansevərlik. Doğrudur. Xəsislik, simislik, qıymamaq. Doğrudur. Eqoizm, lovğalıqdan uzaq olmaq, əslinə eqoizm lovğa insandır. Özündən razı insandır. Cavabımız olmalıdır Y variantı. 7. Mürəkkəb sözlər hansılardır? İsti ot, 2 sözdür, mürəkkəbdir. İstirahət sadədir. İsti qanlı, 2 sözdür, mürəkkəbdir. İsti su, mürəkkəbdir. İstiqamət sadədir. Cavabımız olmalıdır 1, 3, 4 B variantı. 8-ci sual. Hansı mürəkkəb sözlərin yazılışı səhv verilmişdir? Boy buxun, yaxın mənalı sözlərin birləşməsindən yaranıb defislə yazılır. 1 düzdür, biri çıx. Boşboğaz bitişik olmalıdır. 2'yi götürək. 11 illik bitişikdir, doğrudur. Sağ salamat doğrudur. Qaçma qarışıq defisdən olmalıydı. Cavabımız olur A variantı 2 və 5. 9. Tərkibində leksik şəkilçi olmayan mürəkkəb sözləri müəyyən edin. 5 mərtəbəli mürəkkəb sözdür. Baxın, burada li leksik şəkilçidir. Bizə deyir ki, leksik şəkilçi olmayan. Demək, biri çıxaq. Şəhər daxili mürəkkəb sözdür. Daxildən də daxili əmələ gəlir. Yəni, tərkibində leksik şəkilçisi də var. 2'yi də çıxaq. Balıq qulağı. Balıq qulağı mürəkkəb sözdür, amma tərkibində leksik şəkilçi yoxdur.
Qulağı sözündəki qrammatik şəkilçidir. Mənsubiyyət şəkilçidir. Leksik şəkilçi deyil. Rayonlar arası. Bizdən leksik şəkilçi olmayan istəyir. Leksik şəkilçi olmayan mürəkkəb söz. Rayonlar arası. Burada rayonlar arası. Bu da mürəkkəb sözdür və tərkibində leksik şəkilçi yoxdur. S bitişdirici burada mənsubiyyət şəkilçisidir. Gözü açıq. Göz açıq mürəkkəb sözdür. Açdan açıq əmələ gəlir. Yəni tərkibində leksik şəkilçi var. Burada cavabda səhvlik var. Cavabımız 3-4 olmalıdır. 3-4. Eldə variant yoxdur. Sualın səhvliyi yoxdur, amma cavablar qoyuluşunda səhvlik var. Onuncu sual. Sözlərin quruluşuna görə uyğunluğu müəyyən edin. Sadə düzəltmə mürəkkəb. Ay ba ay. Bu mürəkkəbdir. 3-ə yazırıq A. Böyüdən böyük əmələ gəlir. Düzəltmədir. 2-yə yazırıq B. Kiçik sadədir. 1-ə yazırıq C. Böyürtkən sadədir. 1-ə yazırıq D. Dayadan dayaq əmələ gəlir. Düzəltmədir. 1-ə C, D, 2-yə B, Y, 3-ə A. Cavabımız olur C variantı.